Herkese salamlar dostlar. Bugün kar simülatöre yine devam ediyoruz. Bugün dostlar Tesla'mız var. Daha evvel Tesla'dan hiç alınmayan bir tane maşını alacağım sonunda sizlere. Ama o hansı olacak? Yani hansı maşın olacak dəqiq bilmirəm ama bizim bir şəkil maşınlarımız çox alırım. Yaxınımdakı maşını bir tane götürüm. Biz daha önce hiç o maşını almadıq oyunda. Baxın buradan alırıq bugün aldığımızı. Ben buradan hiçbir maşını almamışam. Hayvanım ben hiçbir maşını almamışam bugüne kadar. Burada 100 tasarlanan da Sakura var. Toyota Supra mən onu almaq istəyirəm bu dəfə. O maşın çünki bizdə əvvəllər də yox idi. İndi bir dənə alaq görək, onu mən testini eləyəcəm. Ancaq maşının görünüşünə tədir, qıraqdan baxınca 4 gözün. Rəngərək qatırmı? O qədər mi yaxşı? Daha Kasimatörçdə hər şey istədiyim kimidir da, yəni. İstədiyimiz hər şeyi onun içindən ala bilirik. Yəni. Baxayım indi. Düşüm. Baxa buradan zamanı bizdə qədər maşın almışdıq. Yenə də alacaq amma. Yenə də buradakı maşınların hamısını sırı ilə alacağım. Baxa bunu daha əvvəl hiç almadım ha bunu. Amma oyun artısında var idi bu. Ya bax şimdi. Bu da var idi məndə. Bunlardan hamısı məndə var idi. Heyf oldu bunlar. Amma bir şəkildə yəni aldığımızı düşürəm. Bunların hızı nə qədərdir? Bu 280'dir, 250'dir. Bu da 250'dir. Manevrasına vurmuş, 45 vurmuş. Toyota Supra. 240 hızı var ya, max hız. Manevra 5. Ne oldu abi? Manevra 5, V2 1430. Max hız 240. Bu maşın çok qəşəng, çox şey. Qapını açaq bir də. Ham maşını çok qəşəng, çox şey yalnız. Alsam ne yazar ki? Alsaq ne yazar? Hadi ben bir de şeyə baxım, sonra alaq. İkiyə baxılırsa 3'də sağdan direksiyonda, həm də ki maşın eyni zamanda çox güclü oxşayır. Neyse Allah hazırsınızsa 100 tasla aldım. İlk dəfə Toyota Supra alıram oyunda. Heç daha önce deyim ki maşın məndə yox idi. Oba, baxılırsa drifti də var həm də. Varenlər də qəşəng. Maxsızda da qəşəng çox şey yəni. İçərdən də görsən hər şey. Səsinə çəydi amma səsi. Səsi də bir ayrı qəşəngdir. Yəni onun səsini kimə ayırır ki? Bunun səsi rəqqət ola geçdi. Sən nə asın adam? Sən nə asan? Niyə qabağa çıxırsan yolun? Bu insanlar niyə belədirlər ki? İndi rəngini dəyişdirək, elə oynayaq. Ağ yaxşıdan rəngini dəyişdirmək istəyirəm mən. Çox qəşəngdir yalnız. Mən həyatımda ilk dəfə Toyota Supra aldım. Mən bu oyunda heç Toyota Supra almadım. Aldığım işin olaylara bax. Maşını ters döndərdik Allahım. İçərdən görünüş bax, içərdəki görünüşü də çox qəşəngdir. Sağdan direksiyondur özdə. Sağdan direksiyon olduğunda da qəşəngdir. Bu maşına kim ayır deyərdi ki? Çox güclü, çox da ehtiyatlı maşındır bu. Mən deyim ki, mən hər şey yazıyram. Rəngini eləsək, rəngini. Qəşəngdir. Ya səy reklamlar gəlməkdən bezbə də bu oyun. Allah da yəni. Şirik yaxışdıraq biraz da olsa. İndi mən şey diyeyim, bunun rəngini. Mən bu rəngini indidən dəyişdirim. Dəyişdirdim amma top speed'ə bir daha baxaq bunun top speed'inə.
Mən bilən 240-dır, daha da göstərdiyi də düz məncə 240. Anca gələr bu. Oh. Abi heç almamışdım mən bunu. Həm də ki hədiyyəmiz olaraq gəldi. Yığdıracaq da yaxında olacaq. Ha bunun bir də modifiyası var idi özdə. Almaq qədər mən o modifiyasının oldu. Görsən deyirəm daha 240 bu maşının da ancaq basar. 240 bastığı həqiqidir. Demişdim, həydən də elə oldu. Drift eləyəcək bir dənə o stadyuma, onun bir dənə testini adı var, bu drifti nə tədir. Bəzi maşınlar kimi deyil ki bu drifti. Qəşəng drift qəşəng eləyir ha. Bura baxılırsa driftə baxın nə qəşəng drift eləyir. Ferrari Testarossa bununla drift eləyəndə sürüşdürürdü. Fikir verirdi o tərəfinə. Yəni deyəm o niyə eləyəydi, nədən belə oldu? Birinci yarış sonra driftə baxarıq. Belə bir şey var, mən yarış eləyə ora qalxmaq istəyirəm, yarış eləyə həm də. Ən drift kralı bu. Ən gözəl bir də drift kralı olan maşındır, baxın. Nə gözəldir yəni. İstədiyimiz zaman burada belə istədiyimiz qədər də sürüşə də bilirik, həm drift eləyə bilirik. Mən ora drift eləyə qalxa biləcəm yaraf. Özüm üçün müvəqqət olaraq deyəm, mən ora drift eləyə qalxa bilərəmmi? Super gedir hər şey. Ay sən çırpdım. Şamincəməliydi. 8265-də qaldım ardına çırpdım. Məncə danışmağa belə ehtiyac yoxdur. Amma maşın yarışı bildiyin çəkər yəni. Ancaq çəkər bu, ancaq. Yenə çox maşınlarımızı. Əvvəlki maşınlarımızı yenə bizim maşınımız elə bunlardan olacaq gözləyin. Yenə də həmişəkindən görə qəşəng maşınlar olacaq oyunda. Dağıdacaq da mən deyim kimi, bundan sonra hədimsə daha sildirtməyəcəm. Bir heç də yəni sildirtməyəcəm mən maşınlarımı. Daha əvvəl nə almadımsa var ya bu oyunda, hamısını alacağım və sizdə də bir yerdə gözəl maşın şovruma olacaq. Caq 2 il bizim bu oyunumuzun yeni hali nə olacaq? Düz 2 il deyirəm. Sən öncə deyəm 2 ildən sonra bu oyunumuzun hali nə olacaq? Bu da çox güclüdür hə, Toyota Supra. Ya bir də mənimlə biraz onlayna gireyim, bir yerdə bu kripto kasım ki, yaxınlarda yeni bir dənə maşın ala bilərik. Bayaq mən dönəndən ki onlayna girəm, bir dənəsi yarışmadı. Bu nə insanlıqdır bala. Yəni bir dənəsi onlayna oynamır. Bu nə işdir? Yer gəndə bir gün o da olar. Yarışı adam kimi də düşündüm. Adamlıqda da gözəl qazandıq bu yarışı. Havada nə belə uçaq. Qəşəng. Oy. 103. 103 200 jont. Aha, indi bu nə tədir? Drift yağacaq, drifti. Mən işlən qəşəng eləyə bilirik drifti. Maşınlar almağa davam edirik. Həmişə şu 150 min kripto bir dənə yığaq.
Ya abi Volkswagen ya da nasıl galerilər bura gələndə getdi. Binalar niyə bağlıdır məndə? 283 dənə drift. Çox qəşəng drift eləyir ha. Mükəmməl drift eləyir. Buraxsam da yenə də drifti yaxşıdır bunun. Tərifləyirəm də sənə Tesla rasta kimi olmadı hə? Ha sən. Çıpdım gül kimi. Yəni yığdığım şeylər getdi. Niyə dəqiqə buraxır? Bax o dəqiqə buraxanda savunum. Yəni bir dəqiqənin içində drift edib buraxır sonra da. Qəşəng drift elə belə. Bu qəşəng belə drift elə. Amma nə olar sürüşdürmə. Yəni o dəqiqə niyə sürüşdürürsən ki? Öz yığdığın plana bax 10.495. Hava nə gözəl drift eləyir. 10.495 drift oldu. Rekora bax. Aa 3106 deyir. Aa 299'a qaldı və ən yaxşı drift eləyən də bu oldu. Yəni mən nə yalan yox, bir şey yox. Maşını çox qəşəng drift elədi yalnız. Keş aynada hava durumunu dəyişdirə bilsəydi. Günlük mücadilə bax. Günlük mücadilə edəcəyik görək. Çıxılır ora. Mən bu oyunu öyrəndiyim gün ki, çox dəqiq edirəm. Mən o maşını almamışdım oyunda. Biraz ama maşın almaq lazımdır bu oyuna. Ki biraz maşınımız azca çoxalsın. Nə qədər varsa o qədər bəs. Mən ötədi 240'a keçdi. On saat sonra açılacaq. Ta ki saat 8'ə qədər axşam. Səs qədər də gözləmək olar ki. Ola baxın bu ev. Bu ev də bizdə var idi. Yadımdadır 285 min. Bu ev bir çox ucuzdur səncə? Yəni baxılırsa dostlar bizim bu evdə də yaxşı anlarımız olmuşdu yəni. 2 dənə qara maşını bura qoyursan, bizə öləcəksə. Bəlkə evi də yaxında aldıq.
Ama kamerayla da içeriye girmek olur, o değil. Nətər girdi o? Qapıdan girdi o elə. Evinlər yerinə girmək olar belə. Garaj kısmını da belə görürük, baxın. Biraz da evin garaj kısmı. Burası da kuhnamız. Yani əvvəl bizim evimiz var idi. 285. Bəlkə bu evi də yaxında aldıq, bilmirəm, amma bu evi yaxında almağa dəyər bəlkə. Yəni yercədə bir gün alırıq biz də. Amma bizim bundan da gözəl evimiz var, abi deyil, residence. Bundan da bizim yaxşı evimiz var, görsən residence. Bundan belə qəşəngdir. Mən eləyim. Bir dənə fotoğraf da alaq, ardından da bitirək günümüzü. O Toyota Alphard'ın yerinə gəlib şiritdən maşını görsən, Toyota Alphard'ın yerinə gəlib şiritdə. Mən həyatım boyunca burada fotoğraf almamışdım yəni. Burada da bir fotoğraf alaq belə. Bəli dostlar, bugünkü videoda Toyota Supra aldım sizlərə. Daha çox belə video gəlməsini istəyirsinizsə, yenə bir maşınları alacaq və testini eləyəcək. Almadığımız maşınları da alacağım sizlərə. Və bu oyunda qısa bir sürədən sonra da bütün maşınları almış olacaq. Kripto olanları da almağa başlayacağım. Ona görə də biraz mənimlə online oynamalısınız ki, almaq daha da rahat olsun. Məndən bu qədər. Son qalın, görüşürüz.